Pasientlərinizlə bağlı rastlaşdığınız ən maraqlı, ən yadda qalan, təsir edən hadisələr varmı? Varsa bizimlə bölüşə bilərsinizmi? Bir dəfə mənim həm tələbəm idi, qız oğlan, onlar mənim həm tələbəm olublar. Sonra bir-birlərini istəyiblər. Nəsə sonra alınmadı öz aralarında və onlar ayrıldılar. Ayrılanda oğlan fikrə gəldi ki, intihar etməyə. Biz o zaman yaratmışdıq qaynar xətt və mən orada bir təlimçi idim. Zəng gəldi, telefonda oğlan deyir ki, bəs mən sizlə vidalaşmaq istəyirəm. Mən reklam görmüşəm ki, belə bir qaynar xətt var. Bəs ölmək istəyirəm ona görə ki, qız məndən imtina edir, ailələrimiz bir-birini başa düşmür. Mən də qolsa səsi elə bir tanış gəlir mənə. Deyirəm, sən o deyir, hə, mənəm. Deyirəm ki, bəs mən doktor Arazım. Və mən ona deyirəm ki, yaxşı, sən bir tələsmə də. Deyirəm, sən bir bax gör, dünya necə gözəldir, gör dünya necə qəşəngdir. Bir bax gör, mən bilmək istəyirəm, bu hardadır. Və deyir, doktor, durmuşam binanın başında, ətrafa baxıram, belə bir reklam var. Aha, fikirləşdim. Bu reklamın adını deyəndə, mən fikirləşdim ki, bu reklam harada yerləşə bilər? Yadıma düşdü hardadır. Və tez onunla danışaraq operatora dedim ki, bəs siz o polis şöbəsi ilə tez əlaqə saxlayırız. Bu bina, bu reklam, bu binanın üstünü. Bəs ora siz tez bir mütəxəssis adam göndərirsiniz ya özünüz gedirsiniz tez o uşağı oradan xilas edirsiniz. Sonra indi həkim işləyir. Təbii ki. Nə danışırsınız? Bəli, indi həkimdir, özünü çox rahat hiss eləyir. Həmən o qızla da çox gözəl münasibətimiz var. İndi bəlkə verilişə baxsa sonra başa düşəcək. Amma o qız bu vaxta qədər bilmirdi. Bu hadisədən xəbəri yox idi.